dedikdə dərinin və qan damarının normal sabitliyini pozuruq biz. Biz normalda bunu hiss eləmirik, amma ki, təbii ki, burada bir qan damar sistemi var, kapilyarları zədələyirik. Kapilyarların zədələnməsi isə artıq damar divarının iltihabına, daha sonra isə bu nahiyədə bərpa proseslərinin yaranmasına gətirib çıxarır. Nəticədə trombosit dediyimiz tromb əmələ gətirən, yəni qanın laxtalanmasında iştirak edən hüceyrələr bura gəlir ki, bizim zədələdiyimiz xırda damar divarını bərpa eləsin. Əgər bu proses birazcıq normal, yəni daha çox trombun əmələ gəlməsi ilə, daha çox trombositlərin bölgəyə cəlb olunması da gedərsə və müəyyən faktorların təsiri altında burada tromb yarana bilər. Və dediyim kimi, bu hissənin vena sistemində klapan olmadığı üçün yaranmış tromb geriyə doğru axa bilər. Və bu vena sistemi beynimizlə direkt olaraq əlaqəlidir. Həm beynimiz, həm də baş dərimiz, həmçinin də